Əliyev ailəsinin göz qamaşdıran geyim qiymətləri. 29 dekabrda Bakının Ağ şəhəri ilə tanış olan Əliyev ailəsinin geyimlərinin bir qisminin qiymətləri. İlham Əliyevin üzərində gördüyünüz bu gödəkçə məşhur lüks İtaliya brendi Brioni firmasına məxsusdur. Bu gödəkçənin qiyməti $6000'dır, yəni təxminən 10200 manatdır. Mehriban Əliyevanın üzərində gördüyünüz bu palto isə $7500'dır, yəni təxminən 13000 manat. 62 yaşlı Mehriban Əliyevanın əlindəki çanta isə Celini firmasına məxsusdur. Onun qiyməti $2000'dır, təxminən 3500 manat təşkil edir. Leyla Əliyevanın üzərində gördüyünüz bu qırmızı gödəkçə Moncler firmasına məxsusdur. Onun qiyməti $3000'dır, təxminən 5000 manatdır. Leyla Əliyevanın geyindiyi şalvar isə Michael Kors firmasına məxsusdur və qiyməti $800, təxminən 1400 manatdır. Gördüyünüz fotoda Əliyev ailəsinin geyiminin bir qisminin qiyməti 33000 manatdan çox təşkil edir. Bəs sən vətəndaş, geyindiyin geyimin qiyməti neçəyədir?